İndiki uşaqlar və gənclər onu tanımır. 40 il əvvəl qoyulan heykəli isə hələ də çoxunda sual yaradır. Məzarı belə olmadığından həmin abidə onu unutmağa qoymayan yeganə nişanə sayıla bilər. Müsəlman şərqində ilk qadın nazir, ictimai-siyasi xadim, dünyada Ali Məhkəmə sədri olmuş ilk qadın Aynə Sultanova. Mənim təəssüratım bacımın, qardaşımın acı taleyləri ilə sıx bağlıdır. Ümumiyyətlə bizim ailənin taleyi minlərlə Azərbaycanlı ailəsinin taleyini oxşuyurdu. Əlbəttə, hafizəmdə şirin xatirələr də var. Amma bunlar lap kiçik vaxtlarımdan bağlıdır. O gənc yaşlarında siyasətə qoşulur. Sonradan Aynə Sultanovanın jurnalistlik, publisistlik fəaliyyəti başlayır. Bu dövrün tarixinə və o dövr fəaliyyət göstərən insanlara ilk növbədə bunların əqidə adamı olduqlarını mütləq nəzərə almaq lazımdır. 1895-ci ildə dünyaya gələn Aynə Sultanova gənc yaşlardan etibarən siyasi proseslərin içində idi. Azərbaycanın sovetləşdirilməsindən sonra bolşeviklərə qoşulan və müxtəlif vəzifələrdə çalışan Aynə Sultanova maarifçilik sahəsində qadınların təhsil almasına və çadradan imtina etməsinə yönəlik islahatlar həyata keçirən biri kimi xatırlanır. Aynə Sultanova ki, sonra özünü həsr eləmişdi bu sosialist ideyalarına, kommunist ideologiyasına və təbii ki, bu Aynə xanım bu marksizm, leninizmin nəzəriyyəsindən elə də xəbəri olan adam deyildi. Çox gənc idi. Amma o mühitə özünün ailə şəraitində iki qardaşları var, şivik idi və 18-ci ildə çox gənc yaşlardı. Qurduğu ailədə də həyat yoldaşı da o ideologiyanın daşıyıcısı idi. Aynə Sultanova ölkədə bolşevizmi, marksizm-leninizm nəzəriyyəsini, tək partiyalı sistemi, total rejimin ideologiyasını təbliğ edən bir Azərbaycan xanımı olub. Mənbələrdə olsun, heç bir çətinlik, ölüm məni qorxutmur deyərək Komünist Partiyasına daxil olduğu vurğulanan və sona qədər ona sadiq qalan Aynə Sultanova siyasi mübarizəni yalnız təşkilatçılıqla deyil, həm də mətbuat vasitəsilə aparırdı. Aynə Sultanovanın taleyi isə daha bir cəhətdən maraqlıdır ki, o çox gənc yaşından bu ideologiyanın Azərbaycanda bir simvoluna çevrilir. Yəni onu hazırlayırlar bu rola. Şərq qadını kimi jurnalın redaktoru olur. Çünki özü də həmin o şərq qadının nümunəsi idi bu Sovet bolşevik rejimin nəzərində. Çox böyük təəssüflər ki, bəzi mənbələrdə verirlər ki, Şərq qadını jurnalının ilk redaktoru Aynə Sultanova olub. Jurnalın açılmasını Aynə Sultanovanın adı ilə bağlayırlar. Bu yanlış bir faktdır. Aynə Sultanova 1924-cü ildən jurnala redaktor gəlib. Jurnal isə fəaliyyətə başlayıb 1923-cü ildə. Jurnalın ilk sayları Heyət-i Təhriyə imzası ilə çıxıb. Ona da rəhbərlik edirdi Əlheydər Qarayev. Onun firqə qurultayı qadınların işi haqqında nə dedi? Rədd olsun çadıra, Türk qadını traktor başında və dəfələrlə müzakirələrə səbəb olan Aprel İnqilabı mənə nə verdi məqalələrində Sovet hakimiyyəti dövründə əldə etdiyi imkanları, savadlanma və siyasi fəaliyyətə qoşulma prosesini şəxsi nümunə kimi göstərirdi. O da məqalələrində yazır ki, hətta Cümhuriyyət dövründə də, hətta Cümhuriyyətdən əvvəl də ölkədə bu qədər savadsızlıq var idi, bu təhsil yox idi. Aprel İnqilabı, günəş doğdu, Aprel İnqilabı bunu gətirdi. Mən razı. Amma bir müqayisə eləyək. Əgər yox idisə, Aprel İnqilabına qədər, hələ Cümhuriyyətə qədər, bizdə nə qədər qəzetlər, jurnallar çıxıb. Bu qəzetlərdə, jurnallarda yazan jurnalistlər, publisistlər, əgər bunların təhsili yox idisə, nə yazırdılar? Avropa təhsili görmüşdü Məhəmməd Ağa Şahtarxlar. Avropa təhsili görmüşdü Əhməd bəy Ağoğlu. Parisdə Sorbonne Universitetində oxumuşdu. Kimliyindən və kimə xidmət etməsindən asılı olmayaraq tutduğu vəzifələrə, yiyələndiyi mövqelərə baxsaq, Aynə Sultanovanın çox aktiv ömür yolu keçdiyini görə bilərik. SSR-nin maarif üzrə xalq komissarı, Şərq qadını jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın kabinet naziri, xalq ədliyyə komissarı və Ali Məhkəmə sədri kimi yüksək adlara sahiblənib. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyəti qurmaq olub. Bugün Bakının ən böyük parklarından birində Aynə Sultanovanın heykəlinin olması birmənalı qarşılanmır. Şəhər sakinləri bunu müxtəlif cür izah edir. Onun pisliği olmuyor.
yaxşı cəhətləri çox olub. Ona görə də onu saxlayırlar o heykəli burada. Ümumilikdə Bolşevik rejimini dəstəklədiyinə görə mən ümumiyyətlə Azərbaycanda onun adına hər hansısa bir heykəlin olmağını və yaxud küçənin olmağını düzgün qəbul eləmirəm. Mən onu vətənə xidmət edən bir insan kimi tanıyıram. Mən araşdırmaqçı deyiləm ki, nələrisə oradan tapam. Bunu bizə indiyə kimi belə tanıtdırıblar. 1937-38-ci illərdə Sovet İttifaqında böyük repressiya illəri kimi tarixə düşdü. Bir vaxtlar Bolşevik ideologiyasına xidmət edən bir çox şəxs həmin ideologiyanın qurbanına çevrildi. Bu dalğa Aynə Sultanovadan da yan keçmədi. 1937-ci ildə elə özünün təbliğ etdiyi sistemin qurbanına çevrildi. Xalq düşməni damğası ilə həbs edildi və güllələndi. Aynə Sultanova kim idi? Bu suala hələ də cavab axtarırıq.